فلسفه قیام 29 بهمن də qeyd edir qiyam mərdum qum. Qumda o hərəkət oldu və şah istedi sərkub eləyə. Bəli ki, bu hərəkət idamə tapa, Azərbaycan qiyam elədi. Qəvvaslar şəhərindən, Aşura ləşkərindən, Bəhməndə zəfərindən, yurdumun hər yerindən sizə salam gətirmişik. Biz tamam Təbrizlilərin başımız fədadır sizin başınıza. Çox söyünürəm ki, müvəffəq olmuşuq ki, didar rəhbərliyə gələk və beyyətimizi ağa ilə tazalayıq. Təbrizlər ağanı öz istilahən ilə fərzəndi İran və fərzəndi Azərbaycan bilirlər və vaqəən ürəkdən istərlər. Biz Azərbaycanlıyıq, heç və də düşmənin qabağında baş əyməyəcəyik. Ağa hər zaman iradə eləsə, hər səngərdə, hər cibhədə biz kulli dünyaya cavab qoyuq. Trump'la Netanyahu'ya da bir sözüm var diyem. Peygamber huzurunuz vardı. Trump o Netanyahu da bilsin bura İrandır, bura Venezuela deyil. Trump'la və Netanyahu'ya bir nəfər vaqəən getirər ki, o ki siz millət İranın barəsində fikir edirsiniz, o deyir ki, xaricəlilər sizə deyirlər. Vaqiyyəti millət İran bulardır. O 29 bəhmən idi ki, Türk gəldilər xiyabanda, öz insicamlarını göstərdilər. Necə ki, Həzrəti Musanın düşmənləri Nildə qərq oldular, bunların da sərbazları inşallah xəric farsda qərq olacaqlar. Bəholu qovve ilahi Trump'la Netanyahu'ya işgəlat eləyənməzlər və millətimiz də ağanın dalında dayanıblar. Biz Xameneyinin əskəriyik, hər səhnədə, hər zamanda. Azərbaycan oyaqdır, inqilabına dayaqdır. Azərbaycan canbaz Xameneydən ayrılmaz. Yaran Ali منتظر بانگ